Gəlin adjektiv, yəni sifət mövzusunda olan 17 nömrəli test tapşırığına baxaq. Burada düzgün cavabı tapmalıyıq. Zən var. Bilirik ki, zən sifətin müqayisə dərəcəsi, yəni comparative degree ilə işlənir. Buna görə A variantını çıxırıq, çünki most üstünlük dərəcəsidir. C variantını çıxırıq, very adi dərəcə ilə işlənir. E variantını çıxırıq, dangerous, yəni heç nə əlavə olunmayıb, adi dərəcədir. Qaldı B və D variantları. Burada cavab olacaq B variantı. D variantı niyə olmur? Çünki əgər dangerous sözündən sonra isim gəlsəydi, biz təkdə olan isim gəlsəydi, biz E artiklını seçərdik. Amma baxın, burada heç bir isim yoxdur. Burada da nöqtələrdən sonra birbaşa zən gəlib. Heç nə isim yoxdur. Buna görə də cavab olur B variantı.